Salam, xoş gördük sizləri. Mən bu gün sizə şirəli dana ətindən soz bişirəcəm. Balaca kartoşkalarla, Gədəbəy kartoşkası. Ləzzətli olur. Əvvəl sümükləri təmiz yuyub yaxşıca bişirirəm. Mənim sümüklərim burada bişmiş vəziyyətdədir, uşaq hazırdır. Mən onları qazandan çıxarıb, onun iri sümüklərinin hamısını ayırıram. Gördüyünüz kimi çox ləzzətli olur. Ətin özü də çox dadlı ət idi. Burada ətin suyunu yenə də süzürəm. Kəfini götürmüşdüm qaynayanda. Yenə də süzürəm təmiz olsun. Gördüyünüz kimi kartoşkaları soymuşam, hazırdır. Əti sümükdən ayırmışam. 2 dənə böyük soğan götürüb doğramışam. Bu da göy-göyərtilərimi də yumuşam. Bu da yeməklə yeyiləcək göy-göyərtilərimi də yumuşam. Sozla çox dadlı olur, göy-göyərtidir, turşudur. Bura bir xörək qaşığı, çox dökmədim, əridilmiş yağ. Üzərinə soğanı əlavə elədim. Gördüyünüz kimi soğan orta qızarandan sonra içərisinə ətləri ağzını örtərək yaxşıca qovururam. Biraz tomat, biraz zövqə görə zərdəçal tökdüm. Yaxşıca qovurulandan sonra ətlə soğanca üzərinə kartoşkaları əlavə eləyirəm. Ətin öz suyunu tökürəm. Gördüyünüz kimi ətin üzərinə çıxanacan suyu əlavə edirəm. Payızda soyuducuya, dondurucuya qoyduğum acı bibərdir bu. Bir dənəsini qoyuram. Ətri gözəl olur. Zövqə uyğun duz. Ağzını bağlayıb vamxodda bişirirəm. Gördüyünüz kimi mənim yeməyim hazırdır. Çox dadlı çıxmışdı. Suyu azca qalır. Qaynayanda çalışıram suyu lap az qalsın. Kartoşkası da bişib. Sizlərə nuş olsun. İzləyənlərə, baxanlara, bəyənənlərə çox təşəkkür edirəm. Göz haqqınızı halal edin. Bəyənsəniz, axıra kimi izləsəniz çox sevinərəm. Çox sağ olun.